Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bildiyiniz kimi 2025-ci il mayın 19-u mənim Polad Zeynalovla Gəncə Apellyasiya məhkəməmiz oldu və rayon rəhbərimiz, hörmətli cənab Vaqif Həsənov məni dəvət elədi rayon icra hakimiyyətinə və orada bildirdi ki, İlhami, bu məsələyə son qoymaq lazımdır. Kəntsiniz, kəsəksiz, camatsız, qohumsuz, övladsız. Mən də rayon rəhbərimiz, hörmətli Vaqif müəllimi və ağsaqqalımız olaraq daim eşitmişəm, daim hörmətini saxlamışam və bugün də sabah da yenə də onun cənab başçımızın hörmətini saxlayacağım bu öz yerində. Və orada bildirdi ki, Polad Zeynalov, onu da deyəcəm, bu məsələyə son qoyulsun və bugünkü məhkəmədə də Polad Zeynalov, belə deyim də, şikayətin yeri götürsün. Və cənab başçımızın tapşırığına mən əməl etdim. Təəssüflər olsun ki, Polad Zeynalov cənab başçımızın verdiyi tapşırıqlara məhəl qoymadı. Və bugünkü gündə Polad Zeynalov Ağdam məhkəməsində uduzmasına baxmayaraq Gəncə Apellyasiya məhkəməsinə şikayət etdi və yenə burada iddiasının üstündə durdu və yenə şikayətçi oldu. Və Polad Zeynalovun burada da iddiası təmin olunmadı, burada da uduzdu və iş yenidən Ağdam rayon məhkəməsinə qaytarıldı və orada müəyyən səhvlər var, o düzəldilməsi üçün. Və mən buradan bildirmək istəyirəm ki, mən də vətəndaş olaraq bu məhkəməyə çox belə arxayan gəlmişdim. Çünki cənab başçımıza inanmışdım ki, Polad Zeynalov inanmazdım ki, onun sözünü eşitməz. Təəssüflər olsun ki, Polad Zeynalov onun sözünü, cənab başçımızın sözünü eşitmədi və yenidən öz şikayətini davam etdi. Həmişəki kimi yenə vətəndaşlardan və eyni zamanda məndən şikayətin burada üstündə durdu. Mən buradan bildirmək istəyirəm ki, Ağdam rayon icra hakimiyyətinin başçısı, hörmətli Vaqif müəllim, mən sizi bir ağsaqqalımız kimi, rayon rəhbərimiz kimi həmişə hörmətinizi saxlamışam. Bugün də, sabah da bu belə olacaq. Yəni bundan əmin ola bilər, hər kəs əmin ola bilər. Siz bizim rayonumuzun rəhbərisiniz. Amma mən buradan bildirmək istəyirəm ki, mən bu günlərim Polad Zeynalovla bağlı artıq yuxarı məhkəmə orqanlarına, yuxarı prokurorluğa və digər dövlət qurumlarına öz şikayətlərimi davam etdirəcəm və şikayətlərimi bildirəcəm. Çünki mən bu gün Gəncə məhkəməsinə gəlməməliydim. Mən niyə bura gəlməliyəm? Mənim heç bir günahım yox, heç bir, necə deyim, cinayət hərəkət törətməmişəm, heç bir qanun pozuntusu etməmişəm. Mən bu yollarda qalmamalıyam. Və buradan da hörmətli rayon rəhbərimizdən bir daha xahiş edirəm ki, cənab başçı, xahiş edirəm, heç kəs məndən artıq inciməsin bu məsələ ilə bağlı. Mən dövlətimi də sevirəm, ən birinci cənab prezidentimi sevirəm, cənab prezidentimə diqqətim, qayğımız böyükdür və biz cənab prezidentin seçicisiyik və biz də cənab prezidentimizə daim olaraq siqnallar vermişik və rayon rəhbəri siz özünüz də qeyd etdiniz ki, dəfələrlə qeyd etmişsiniz ki, İlhami, sənin müəyyən çəkilişlərin, bir çox çəkilişlərin mənim xoşuma gəlir rayon rəhbəri olaraq. Bizim xəbərimiz olmayan məsələdən sən bizə siqnal verirsən. Çox sağ olun cənab başçı, çox sağ olsun ölkə rəhbərimiz və mən öz şikayətimi bugündən sonra davam etdirəcəm. Polad Zeynalovla bağlı yuxarı qurumlara məlumatımı verəcəm. Çünki mən bu günlərim Gəncə Apellyasiya məhkəməsində gəlməməliydim. Çünki cənab başçımız bu məsələnin yoluna qoymuşdu. Bugünkü gündə Polad Zeynalov gəlib bu məhkəmədə şikayətini davam etdirməməli idi. Mən rayon rəhbərinə böyük hörmətim, diqqətim sayəsində bu şikayəti dayandırdıq. Amma Polad Zeynalov bu şikayəti dayandırmadı. Buyurun baxın, biz Gəncə məhkəməsindəyik, 2025-ci il 19 may.